Hər gün informasiya proqramına baxırsınız, hörmətli tamaşaçılar. İndi isə gəlin bu görüntülərə yaxşı-yaxşı nəzər salaq. Bəli, bu görüntülər o biri dünyanı xatırladır. Şər deməsən, xeyir gəlməz. Biz Azərbaycanlılar hər zaman şəri, qara günü də düşünürük. Amma dəfn sığortası Azərbaycanda da reallaşsa rahat ölmək olar. Bu haqda Rövşən danışacaq. Qəribə görünsə də dünyanın bir çox ölkəsində belə bir sığorta növü mövcuddur. Yəni, sığortalı dünyasını dəyişdiyi təqdirdə onun dəfnini sığorta şirkəti təşkil edir. Müqavilə müddəti ərzində şəxs rəhmətə gedərsə, onun varisləri həmin bu xərcləri, həmin bu məbləği alıb dəfn xərclərinə yönləndirirlər. Ekspertin sözlərinə görə başqa ölkələrlə müqayisədə Azərbaycanda dəfn xərcləri çox olduğundan adı çəkilən sığorta növünə bugün ölkəmizdə real ehtiyac duyulur. Elə paytaxt sakinləri arasında apardığımız sorğu zamanı məlum oldu ki, əhali dəfn sığortasının tətbiqini səbirsizliklə gözləyir. Bu dəqiqə gedirsən yaxın adam bu bastırmağa, nə qədər puldur hamısı torpaqsa. Sığortası əlbəttə, bilək ki, yenə də deyirəm, aylıq aparaq verək pulu bir şərtlə ki, sonra problem yaratmasınlar dəfində. Onu da deyək ki, dünya təcrübəsində mərasim sığortasına görə müştərinin illik ödənişi elə də çox deyil. $1000 cəmi $10. Yəni, sığorta ödənişinin 1% həcmində. Rövşən Abdurrahmanlı, Bəhruz Abbasov, Seydülvü Eyvazov, Space.